Pensiyaların artması üçün videonu bəyənin və kanala abunə olun. Yanvar ayı üzrə pensiyalar artıq tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə yanvar ayının pensiya ödənişlərini uğurla yekunlaşdırmışdır. Bu barədə rəsmi məlumatı Nazirlikdən son xəbər AZA təqdim ediblər. Məlumata görə, yanvar ayının pensiya ödənişi mərhələli şəkildə həyata keçirilib və vətəndaşların sosial müdafiəsinin davamlılığını təmin etmək məqsədilə bütün bölgələrdə müvafiq tədbirlər görülmüşdür. Belə ki, yanvarın 13-cü günü, yəni ilin ilk ayının ikinci həftəsinin ortalarında, paytaxt Bakı şəhəri, eləcə də Sumqayıt şəhəri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçılar yanvar ayına aid pensiyalarını almışlar. Həmin gün həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar da ödənilmişdir. Güzəştli şərtlərlə təyin edilmiş pensiyalar dedikdə, əlilliyi olan şəxslərə və dərəcəli əlilliyi olan vətəndaşlara, həmçinin uzun müddət iş stajı olan, xüsusi peşə və xidmət növündə çalışmış şəxslərə verilən əlavə ödənişlər nəzərdə tutulur. Ölkə üzrə digər bölgələrdə yaşayan vətəndaşlar isə yanvar ayına aid pensiyalarını növbəti mərhələdə almışlar. Bu ödənişlər regional prinsiplərə uyğun şəkildə təşkil edilmiş və bütün bölgələrdə yaşayan pensiyaçılar üçün eyni vaxtda təmin edilmişdir. Beləliklə, ölkəmizin hər bir rayon və şəhərində yaşayan vətəndaşlar yanvar ayı üzrə pensiyalarını vaxtında almış, sosial müdafiə tədbirləri səmərəli şəkildə həyata keçirilmişdir. Vətəndaşlar pensiyalarını həmçinin bank kartları vasitəsilə əldə edə bilərlər. Bu məqsədlə ölkə üzrə fəaliyyət göstərən bütün bankların bankomatları və elektron ödəniş terminalları müvafiq qaydada pensiya alan vətəndaşlara xidmət göstərmişdir. Bank kartları vasitəsilə pensiya alan vətəndaşlar həmçinin ödənişlərini öz istəklərinə uyğun şəkildə bölüşdürə və müxtəlif ticarət obyektlərində, habelə onlayn xidmətlərdə istifadə edə bilərlər. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu proses, sosial sahədə şəffaflıq və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından önəmli bir addımdır. Ödənişlərin vaxtında həyata keçirilməsi, sosial yardım alan insanların gündəlik ehtiyaclarını qarşılamaq imkanlarını artırmaqla yanaşı, onların rifah halının yaxşılaşdırılmasına da xidmət edir. Pensiya alan vətəndaşlar artıq yanvar ayına aid bütün ödənişlərini tam şəkildə əldə etmiş, bank kartları vasitəsilə rahatlıqla istifadə imkanına malik olmuşlar. Beləliklə, yanvar ayı üzrə pensiya ödənişləri tam şəkildə tamamlanmışdır və ölkəmizdə yaşayan bütün pensiyaçılar öz ödənişlərini əldə edə bilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə fəaliyyətlərini davam etdirəcək, gələcək aylarda da pensiya ödənişlərinin vaxtında və problemsiz həyata keçirilməsini təmin edəcəkdir. Ölkəmizin hər bir vətəndaşı, xüsusilə də pensiya yaşı çatmış şəxslər, əlilliyi olan vətəndaşlar, uzun müddət iş stajı olan və xüsusi peşə sahələrində çalışan insanlar, dövlət tərəfindən göstərilən bu diqqət və qayğıdan məmnun qalaraq, öz hüquqlarının qorunduğunu və sosial müdafiələrinin təmin olunduğunu hiss edə bilərlər. Vətəndaşların rahatlığı üçün bankomatlar, ödəniş terminalları və elektron xidmətlər geniş şəkildə təmin olunmuş, beləliklə pensiya ödənişlərinin sürətli və problemsiz alınması təmin edilmişdir.